uşaqlar deyirlər ki, deyirlər yox, yəni elədir. Bizim gələcəyimizdir. Sən bizim gələcəyimizi necə görürsən? Əslində belə deyək də, biraz çətindir. Çünki fərqli-fərqli düşüncəli uşaqlar var. Üzr istəyirəm Biraz- Rəhim, bir qüvvət verim də. Bu artıq bir neçə nəsil uşaqlar görmüsən də sən. Neçə ildir? 30 ildir? Bəli. 10 ilə bölsək onu. Birinci 10 illik, ikinci 10 illik, üçüncü. Bu uşaqlar arasında nə fərq var? Birinci Tamaşa. 10 illik daha yaxşı idi. Nə idi onları fərqləndirən? Saf uşaqlar idi. Nə bilim, düzdür, uşaqlar hamısı safdır, amma il-ildən baxırsınız ki, biraz daha bu telefonlar, bu ümumiyyətlə bu Alın bu sosial- telefonları uşaqların əlindən. Uşaqlar biraz elə bil ki, dəyişirlər. Ən çox telefonlara, ən çox oyunlara, biraz həm də öz elə oyunlar oynayırlar ki, belə qorxulu falan belə şeylər də. Yəni baxırsan ki, Gəlir tamaşaya yenə əlində telefon. heç olmasa orada bəlkə də bir 45 dəqiqə ayrılırlar telefondan heç olmasa. Yəni nə bilim, mənə gəlir ki, ilk 10 illik bax nəyə deyirsən indi bir Ələkbər əmi ilə işləyən dövrdə ilk 10 illikdə o vaxtda biz istedadlı uşaqları çıxardırdıq səhnəyə, oynayırdılar falan belə şeylər var. İndikilər idi. oynamır. İndikilər elə bir şey yoxdur əslində indi. Məsələn, o vaxt Ələkbər idi bunu eləyən. İndi elə bir bizdə yoxdur ki, hansısa bir şou eləyək, uşaqları çıxardaq. Bizim orada elə verilişlərimiz yoxdur. təəssüf ki, verilişlər də yoxdur.